Deməli, bu üstündə biz try exception handling-nə baxacağıq. Exception handling sözünün mənası ümumilikdə istisna işarələnməsi deməkdir. Bu nədir? Gəlin buna nümunələrlə baxaq. Məsələn, biz bura try yazmaqla hər hansı bir səhv əməliyyatı icra eləmiş olacağıq. Məsəl üçün, try. Deyək ki, print, deyək ki, 10 bölünsün 0. Normalda riyaziyyat dərsindən bilirik ki, onu 0-a bölmək mümkün deyil. Ümumiyyətlə, heç bir ədədi 0-a bölmək olmur. 0-a bölmə xətası verir. Amma biz bura demək, except zero division error yazsaq, yəni zero division errorda 0-a bölmədə alınan səhvi göstərir. 2 nöqtə print, deməli 0-a bölmək olmur. Bu şəkildə yazsaq, biz zero division error yerinə 0-a bölmək olmur yazısını ekrana çıxarmış olacaq. Gəlin yoxlayaq. Və gördüyünüz kimi 0-a bölmək olmur ekrana yazısını çıxartdı. Amma biz bunu əgər bunsuz yoxlasaq, sizsə bunsuz da yoxlayaq, yəni try exception də yoxlayaq. Məsələn, bunu işlətsək hal-hazırda, işlədirik. Və burada gördüyünüz kimi zero division error verdi. Try exception handling işi müəyyən errorun yerinə hər hansı bir əməliyyatı icra eləmək olur.